Hər vaxtınız xeyir. Dünən İlham Əliyevin çıxışına baxıram. Əməlli başda elə bil bunu salıblar ortalığa təxribat yaratmaqdan ötürü. İranda bir-iki dənə natsist general, Sepahın generalları, onsuz da idarəçilik orada məhv olub. Kim kimi idarə eləyir bilinmir. Hökumət dağılıb, idarəçilik keçib generalların əlində. Onlar da istəyir özləri batır, hamını batırsınlar. İlham Əliyev eləyən çıxışı Erdoğan eləyə bilmir ki. Sən nə varmaq istəyirsən? Camaatı hara müharibəyə aparırsan? Təzə çıxmışıq müharibədən. İqtisadiyyatımız yox, camaat yaman gündə təzədən müharibə istəyirsən. Erdoğan kimi bir lider deyə bilmirdi sən dedikləri. Məsuliyyətli olmaq lazım, təxribata getmək olmaz. Nə qədər özümüzdə, Azərbaycanda şiə də var, sünni də var. Sən danışırsan, milləti daxili müharibəyə sürükləyirsən. Orada da alimə bağlı olan var, fətvaya bağlı olan var. Azərbaycandan nə qədər şiə əqidəsində olan adamlar var. Hamı çəkilir, durur qıraqda, sakitcə durur, bizimki də müharibə istəyir. Sən harana yaraşır müharibə? Bu cəmaat yazıq ölür. İsraildən kimə xeyir gəlir? Nə İsraildən, nə İrandan kimə xeyir gələsidir? Bu fikri zikri oldu ki, ancaq cəmaatı verə qır.